Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün vloqu birbaşa marketdən açmışam. Həftənin 6-cı günüdür və Uğurun 5-ci sinif rəhbəri, artıq yəni yuxarı sinifdilər. Sinif rəhbəri iclas eləyirdi. Biz də gəldik, iclasda iştirak etdik. İclas biraz da belə uzun çəkdi. Saat 10-da başladı. Hardasa 1-ə işləmiş, məktəbdən çıxdıq. Kitabları payladı. Yəni artıq 11 sentyabra hazırlaşaq deyə kitabları payladı. Daha sonra yəni hamımızla ayrı-ayrılıqda tanış oldu. Əslində müəlliməmiz Uğurgilə tanışdı, yəni uşaqlara tanışdı. Keçən il Uğurgilə Azərbaycan dili dərsi keçibdi. Bilirsiniz ki, Uğur Rus bölməsində təhsil alır. Yəni ki, Azərbaycan dili müəllimləri olub. Uğur elə onun qrupasında oxuyubdu. Uğuru da xatırladı. Yəni təqdim eləyəndə dedim Uğurun valideyniyəm. Dedi ki, Uğurun oxumağından razı qalmışdım, amma biraz dəcəlliyi var. Yəni oğlan uşağıdır da, olacaq o qədər belə fikirləşirəm. Deməli evə gəldik, çıxdıq. Yəni iclas çox tez idi. Saat 10-da başlayırdı. Biraz da məzuniyyət vaxtı bilirsiniz ki, adam tənbəlləşir, yuxudan biraz gec durur. Biz də yuxudan gec durmuşduq və mən evi bu vəziyyətdə qoyub çıxmışdım. Amma qızlar, evdən çıxarkən ümumiyyətlə adətim üzrə çalışıram ki, hər yeri səliqəyə salım çıxım. Yəni getdiyim yerdən səliqəsiz evə gəlib girəndə həqiqətən keyfim pozulur. Yəni bilirəm ki, ev səliqəsizdir, heç evə getmək istəmirəm o dərəcədə. Amma yəqin hamımızda olur. Bəzən yəni belə də olur da. O göstərdiyim də qızlar yorğan döşəkləri idi. Onları kənara yığmışam. Yuduzdurmaq istəyirəm. Gəldim, yuxarı çıxan kimi pəncərələri açdım, dedim havası dəyişsin. Marketdən belə mini qoğallar almışdım. Mən səhər yeməyi yemədən getmişdim. Axır vaxtlarda səhər yeməyini, yəni duran kimi yeyə bilmirəm qızlar. Gələk üstündən bir 2-3 saat keçsin ki, mən daha sonra yeməyimi yeyə biləm. Biraz uşaqlar özlərinə abur-cubur götürdülər. Getdiyimiz marketin çörəyini çox-çox bəyənirik. Yəni bu hissədə ancaq bu çörəklər o marketə gedir. Bir ədəd çörək aldım. Uşaqlar yavan o qədər yedilər ki, çörəyi. Daha sonra yoldaşım evə gələndə dedim əlavə çörək al evə. Yəni mənim uşaqlarım çox da yavan çörək yeyən deyirlər, amma dadlı çörək olanda yeyirlər. Sonra Mehrin özünə təmizlənmiş belə simçkalardan götürdü. Nəysə ki, özlərinə biraz alış-veriş elədilər. Mən də onları yerləşdirdim. Çay da qoymuşam isinməyə. Özüm də qoğalla çay içəcəm. Əslində evdə işlərim çoxdur qızlar. Həm gördünüz evi biabırçı vəziyyətdə qoyub çıxmışdım. Həm də ki, yəni ümumiyyətlə də təmizlik vaxtı gəlib çatmışdı. Təmizlənməli idi ev. Mən yenə də yapraq dökümünə davam eləyirəm qızlar. Yəni belə deyim də, yəqin ki, bitənə qədər davam eləyəcəm. Çayımı içənə qədər televizorda biraz qoydum, yapraq dökümünə baxdım. Daha sonra isə dedim gətirim günorta yeməyini hazırlayım. Daha sonra qalxıb yuxarı evləri yığışdıraram. Deməli, akvariumu görürsünüz yəqin ki, bu qızlar yadınızdadırsa, uşaqları bir dəfə master klassa aparmışdım. Akvarium düzəltmə master klassına. Orada ikisinə də elə bil hərəsinə bir ədəd balıq vermişdilər. Amma biz rayondan gələndən sonra qırmızı balıq öldü. Bilmirəm niyə, daha sonra eşitdim ki, deyirlər ki, akvariumda nəsə belə hava aparatı olmalıdır. O yoxdur deyə balıqlar oksigensiz, nəfəssiz qalırlar. Hələ ki, bu sarı yaşayır, amma qırmızı öldü. Nə bilim, gəh fikirləşdim ki, bəlkə Uğur yemini çox veribdi. Uğur adətən baxır, suyunu dəyişməkdir filan, onları da yoldaşım eləyir. Deməli, nəysə qızlar, dedim gətirim yeməyimə hazır eləyim. Daha sonra rahat-rahat qalxım yuxarı, evləri yığışdırım. Yeməyə də şorba hazırlayacağam, mərci şorbası hazırlayacağam. Mən ümumiyyətlə tək mərcini yox, bütün növ şorbaları blenderdən keçirtməyi sevirəm qızlar. Yəni nəsə bilmirəm, yəni o əlavələr, yəni ingrediyentlər yeməyin içində bütöv qalanda xoşuma gəlmir. Yəni
sevmirəm o şəkildə şorba yeməyi. Ona görə çalışıram ki, hamısını blenderdən eləyim. Həm də ki, uşaqlara mən mümkün olduğu qədər şorbanı çörəksiz verirəm yeməyə. Belə də daha rahat olur. Gördüyünüz kimi kök idi, kartoşka idi, daha sonra soğan idi. Hamısını iri-iri formalarda doğradım. Biraz yüngül yağda qovurdum, tomat da vurdum. Daha sonra isə suyunu töküb qaynatmaya qoydum. Duzunu, sarı kökünü, daha sonra başqa ədvalarını da əlavə eləyib qaynamağa qoydum. Qabları yuya-yuya biraz sizinlə söhbət eləyim qızlar. Mənim bu YouTube belə deyim, macəram heç də istədiyim kimi getmir, heç də istədiyim kimi alınmır. Yəni kütləyə çıxa bilmirəm. Yəni səbəb də nədir bilmirəm. Bəlkə də pullu reklamlar etməliyəm. Amma yəni belə deyim də, mən bu kanalı açmışam, amma o dərəcədə YouTube-un yəni xüsusiyyətlərinə, tələbatlarına bələd deyiləm. Yəni ki, videolarım kütlə qarşısına çıxmır. Abunə sayım elə neçə vaxtdır ki, olduğu yerdə demək olar qalıbdı. Açığı fikirləşirəm ki, bəlkə arada reklama verim kanalı. Bəzən olur ki, məsəl üçün video paylaşıram, kəşfətə düşür. Yəni ki, baxış sayı çox yığılır, amma çox vaxt yəni orta baxış sayı ilə, yəni alışdığım belə deyim baxış sayı ilə, yəni belə deyək də vloqu başa vurmuş oluram. Bu da mənim keyfimi pozur. Dəfələrlə yəni videoları silib kanalı bağlamaq istəmişəm, amma hərdən də fikirləşirəm ki, yox, yəni bundan sonra ev-yotu çəkmərəm, amma yenə də videolarım qalsın. Nəysə ki, bilmirəm, bu YouTube hələ mənim keyfimi elə də çox açmır, amma hələ də yəni çalışıram, paylaşım. Deməli, uşaqlara günorta yeməyini qoydum. Çörək çox dadlı idi deyə çörəkdən istədilər yemək. Uğura da bu arada planşet almışıq qızlar. Yəni artıq dedik 5-ci sinifdə istifadə etsin. Bir də düyməli telefon vermişik əlinə. Artıq məktəbə gedəndə o telefonu da aparacaq, yəni istifadə eləyəcək. Uşaqların yeməyini verdim. Yəni yemək məsələsi ilə artıq yüngülləşmişəm. Gətirdim paltarları da atdım maşına və qalxdım yuxarı. Artıq rahat-rahat işlərimi görə bilərəm. Bu da bizim kitablarımızdır qızlar. Bu il yox, yəni artıq keçən ildən etibarən rus bölməsində Azərbaycan tarixi dərsləri Azərbaycan dilində tədris olunacaq. Yəni mənim üçün problem deyil. Yəni mənim uşağım hər iki dili də yaxşı bilir, amma bəzi valideynlərimiz üçün, bəzi şagirdlərimiz üçün bilirəm ki, bu biraz çətin olacaq. Bilmirəm niyə belə bir qərar qəbul edilib, amma yəni ki, bundan sonra belədir. Biraz kitabları vərəqlədim, kitablarla tanış olmağa çalışdım. Artıq məsəl üçün Poznaniya mira Azərbaycan dilində həyat bilgisi dərsi yoxdur. Artıq təbiət dərsi keçəcəklər, priroda. Məsəl üçün riyaziyyat kitablarıdır, sonra təbiətşünaslıq kitablarıdır. Bunlar 2 hissədən ibarətdir. Yəni ilin yarısına qədər birinci hissə, daha sonra isə ikinci hissəni istifadə eləyəcəyik. Müəlliməmiz hələ ki iş dəftərlərini dedi ki, almayın. Yəni hər fənnin müəllimi fərqlidir. Onlar nə desələr, hansı nəşr edəsələr, onu alacaqsınız. Amma bilmirəm, mən eşitmişdim ki, yəni 5-ci sinifdən o tərəfə iş dəftərləri yoxdur. Yəni bəzi valideynlər demişlər ki, ola bilsin ki, müəllimələr test kitabları aldıra bilərlər ki, o testlərdən işlətsinlər. İndi nə dərəcədə düzdür bilmirəm. Yəni ki, iş dəftərləri və yaxud da test fərq eləmir. Müəlliməmiz dedi ki, hələ alış-veriş edərkən onları almayın. Başqa şeyləri alın, amma iş dəftəri falan belə şeyləri saxlayın. Yavaş-yavaş qalxdım yuxarı qızlar, gəldim. İlk işim uşaqların paltarlarını səliqəyə salmaq oldu. Mən evi səliqəyə salmamış bilirsiniz ki, təmizlik işini görə bilmirəm. Vloqlarımı çoxdandır izləyənlər bu xüsusiyyətimi bilərlər. Həmişə də işə mütləq şəkildə yuxarı mərtəbədən başlayıram. Yəni yuxarını yığışdırmamış aşağını yığışdırmıram. Ən əsası da
ortalığı tam səliqəyə salmalıyam. Başqa cürə mümkünatı yoxdur. Tam səliqəyə salıram. Məsəl üçün paltarlar varsa qatlanacaq, onları da qatlayıram. Çünki istər-istəməz onların da nə qədər də olmasa tozu, tükü, belə şeyləri çıxır. Düşünürəm ki, yəni ki, evi yığışdıranda tam yaxşı yığışdırmış olum. Uşaqların paltarlarını qatladım, götürdüm, hamısını yerlərinə yığdım. Bakıya gələndən elə də çox işim yoxdur, şükür Allaha, amma yenə də yəni işlərim var, xırda-para da olsa görməyə çalışıram. Özümü də yormamağa çalışıram. Sadəcə olaraq bu günə işlərimin hamısını yekunlaşdırmaq istəyirəm ki, sabahlarım qardaşımgilə getmək istəyirəm. Qardaşımın qızına hədiyyələrimiz var idi. Həm də Şəkidən gələndə onlara da şirniyyat falan belə şeylər almışdıq. Bilirsiniz ki, yəni işləyən müddət adamın çox şeyə imkanı olmur. Həqiqətən də mən işə gedib gəldiyim müddətdə ancaq evdə oluram. Demək olar ki, çox belə nadir hallarda uşaqları gəzməyə falan çıxardıram. Ya da harasa gedirəm, məsəl üçün qonaq, yəni getməyi nəzərdə tuturam da. Ona görə fikirləşdim ki, işə çıxmamış, onlara da gedim, bu işi də aradan çıxartmış olum. Orada biraz vaxt keçirək rahat-rahat, yəni uzun müddət deməyim əslində, amma belə götürəndə uzun müddətdir də. Axırıncı səfər Esmeraldanı, qardaşımın qızını onun ad günündə görmüşdüm. Nəysə ki, qızlar, çalışıram ki, işlərimi yekunlaşdırım ki, bazar günü də rahat-rahat qonaq gedə bilim. Deməli, bildiz gördünüz artıq, tozsoranı yığışdırdım. Artıq otaqların hamısını tozsoranlamışam. Yəni, vlog çox uzun olmasın deyə onların çəkilişini etmədim. Evləri tozsoranladım, daha sonra isə elə slippi salfetkaları ilə gündəlik təmizliyə, yəni istifadə elədiyim slippi salfetkaları ilə tozları alıram. Uşaqların artıq belə deyim, mebelləri var deyə burada da mənim işim biraz uzun çəkir. Əvvəl otaqda heç nə yox idi deyə işim çox tez qurtarırdı. Yəni indi isə o biri vaxtlara baxmış, keçmiş vaxtlara baxmış belə deyim. Uşaqların otağında kifayət qədər işim olur. Mebellərin tozunu alınca, eləyincə biraz yəni vaxtımı aparmış olur bu otaq, amma olsun yenə də əsas odur ki, uşaqların mebelləri artıq ərsəyə gəlib, hər bir şeylərini də yerləşdirmişəm. Yəni gözləyirəm Uğur məktəbə getsin, Mehrin də inşallah məktəbə başlayacaq. Açığı, yəni fikirləşirəm ki, uşaqlar öz əşyalarını özləri yerbəyer etsə daha yaxşı olar. Yəni mən belə deyim də, mən ümumiyyətlə uşaqlarımı böyüdəndə çalışmışam ki, elə böyüdüm ki, mənsiz də özlərini idarə eləyə bilsinlər. Məsəl üçün, mənim uşaqlarım körpəlikdən bilirlər ki, paltarları hardadır, təzə paltarları, ev paltarları, yəni ki, bunların hamısını uşaqlara öyrətmişəm. Yenə də istəyirəm, öyrənmiş vəziyyətdə olsunlar, yəni özləri etsinlər. Deməli, 6-cı gün evləri yığışdırdım, axşamüstüyə qədər. Və səhərsi günü, bazar günü bacımgilə getdim. İlk öncə bacımla alış-verişə getdik. Özümə paltar falan belə şeylər aldım. Sonra oturduq bir yerdə limonadla şirniyyat falan içdik, yedik. Onda çəkiliş etmədim. Biraz dedim ki, biz-bizə qalaq. Yəni günü bütöv çəkmədim. Yalnızca qardaşımgildə olan belə kadrları, görüntüləri çəkmişəm. Bura qardaşımın evidir qızlar. Düşündüm ki, mənim qardaşımgildən heç vloqum yoxdur. Təsadüf belə gətirib, yəni heç vaxt orada çəkiliş aparmamışam. Axşamüstü dediyim kimi, axşamüstüyə qədər bacımgildə oldum. Ondan sonra da qardaşımgilə gəldik, hamımız bir yerdə. Qardaşımın uşağı da təkdir, bacımın uşağı da təkdir. Onlar Uğurla Mehrini görəndə çox sevinirlər həqiqətən. Yəni doyunca vaxt keçirdilər, doyunca oynayırlar. Əvvəl məsəl üçün Uğur tək olanda Uğur da elə idi. Uşaq görəndə sevinirdi. Əsasda bibis uşaqlarının zadını görəndə çox sevinirdi. Esmeraldanın da çox oyuncağı var, hədsiz çox oyuncağı var, maraqlı otağı var. Uşaqlar üçün ora çox maraqlıdır. Esmeraldanınki əsas Uğurla tutur.
Yəni Mehrindən elə çox yox, əsas Uğurla tutur. Amma yaxşı vaxt keçirtdilər, oynadılar. Maraqlı gün keçirtdik. Artıq məzuniyyətimin də son günləridir qızlar. Bir neçə gündən sonra işə çıxacağam inşallah. Yəni bilirəm ki, işə çıxanda belə məqamlar handa bir ələ düşür. Yəni ki, hər vaxt yəni görüşə bilmirik. İstər bacımla, istər qardaşımgillə. Hamımız işləyirik. Qardaşım da işləyir, gəlinimiz də işləyir. Yəni ki, hamımız işdə gücdə olan adamlarıq. Nə onların, nə bizim vaxtımız olmur. Ancaq demək olar ki, bayram tətillərində belə görüşə bilirik. Yəni bayramlaşmağa gedirik bir-birimizə. Yəni daimi olaraq belə günlər təşkil eləyə bilmirik. Burada da Mehrin Esmeraldaya gimnastika hərəkətlərini göstərirdi. Bilirsiniz ki, Mehrin gimnastikaya gedir. Artıq müəyyən mənada fəndlərin, hərəkətlərin öhdəsindən gəlir. Onları Esmeraldaya göstərirdi, Esmeralda etməyə çalışırdı. Gəlinimiz inşallah yəqin ki, gələcəkdə Esmeraldanı da gimnastikaya qoyar. Çünki Mehrini gördü, çox xoşu gəldi. Mənə elə gəlir ki, getsə yəqin ki, nəsə alınar. Hələ ki 2 yaşı var, 3 yaşı tamam olanda yəni qoya bilər. Mehrin də hələ ki tam müəyyən şeyləri etməsə də, amma yəni tədricən edir. Müəlliməsi ilə də mütəmadi olaraq əlaqə saxlayıram. Deyir ki, Mehrinin həvəsi var, istəyi var. Yəni alınasıdır da, alınmayacaq bir şey yoxdur, alınasıdır. Mən fikirləşirəm ki, əgər alınmazsa, həvəsi falan olmazsa çıxardım. Amma evdən də həvəsli gedir, hələ ki həvəsli gedir. İnşallah gələ bu cürnə də davam eləyər. Belə qızlar, bu vloqun da sonuna gəldim. 2 günümü sizinlə paylaşdım. Növbəti vloqda inşallah Uğur'un məktəb alış-verişini bölüşəcəm.